Bugün sizlərlə 4-cü siniflər üçün 5 iyun tarixində keçirilmiş monitorinq imtahanının bütün suallarını, B variantına aid bütün sualların izahını paylaşacağım. Başlayaq ilk 3 suala. Bu suallar şəkillərlə bağlıdır. Birincidə şəkilə uyğun sözü seçin. Şəkildə masa təsvir olunur və ya digər adı stol. Doğru cavab A variantı. 2-də şəkilə uyğun sözümüz palto, C variantı. 3-də isə şəkilə uyğun sözümüz D variantı nar olacaq. Keçək növbəti mətnlə bağlı suallara. Mətnlə bağlı sualları daha aydın başa düşməyiniz üçün burada həmin sualları bir-bir mətndə taparaq sizə göstərəcəyim. 4-cü sual. Leyla toxumları harada əkdi? Bu sual mətndə öz əksini tapır. Leyla qollarını çırmalayıb işə girişdi, həvəslə anbarın yanındakı kiçik sahəni təmizlədi. Balaca çuxurlar qazdı, toxumların onların içinə qoydu. Üstünə su tökdü və pıçıldadı. Deməli, harada əkib? Anbarın yanında. C bəndi. 5-də. Leyla toxumları əkdiyi günün səhəri nə gördü? Ertəsi səhər gözünü açar-açmaz bağa qaçdı, torpaq dünən necə idisə eləcə də qalmışdı. Yəni, heç nə dəyişməmişdi. A variantı. 6-cı sualımıza baxaq. Leylanın dilində verilmiş hansı cümlədə onun məyus olduğu hiss olunur? İndi isə başlayın böyüməyə. Xeyr, bu məyusluq deyil. Yəni, kədərlənmək, üzülmək deyil. Bəlkə onlara daha çox işıq lazımdır. Xeyr. Toxumlar tez olun, cücərin. Bu da deyil. D. Nənə bu toxumlar cücərmir ki, cücərmir. Baxın, mətndə Leyla gileyləndi. Nənə bu toxumlar cücərmir ki, cücərmir. Bu məyusluğu bildirir. Keçirik növbəti sualımıza. 7-ci sualla davam edək. 7-ci sualda Leyla ağacın budaqlarını niyə kənara çəkdi? Bu sualda mətndə öz əksini tapıb Leyla, bəlkə onlara daha çox işıq lazımdır deyə düşündü və toxumların üstünə kölgə salan ağac budaqlarını çəkib digər budaqların arasına keçirdi. Niyə çəkir? Toxumlara işıq düşsün deyə. Doğru cavab A variantı. 8-də yazıq toxumlar qorxurlar ifadəsi ilə nənə əslində nə demək istəyirdi? Nənə demək istəyirdi ki, qışqırmaq onların böyüməyinə kömək etmir. Bu sualın cavabı mətndə tapmaqdan daha çox məntiqi olaraq cavabı çıxartmaq üçün verilib sizə. Yəni, özünüz düşünüb tapırsınız. Digər sualları biz mətndən axtarıb ardından cavabı tapa bilirdik. Amma burada məntiqi düşünmək lazımdır ki, hansı ola bilər? Doğru cavab D variantıdır. 9. Nənənin sözlərindən sonra Leylanın torpağa münasibəti necə dəyişdi? O, torpağa qulluq edərək səbirlə gözlədi. Yəni, toxumların daha tez cücərməyini istəmədi, torpağı təmizləməyə ehtiyac olduğunu düşündü, xeyr, onsuz da təmizlərdi. Toxumları asanlıqla böyüyəcəyinə əmin oldu, xeyr. Bu, çətin bir proses olduğunu anladı, qulluq etdi və səbir etdi. Doğru cavab B variantı. 10-da Səməd Leylanın sözlərinə niyə güldü? Çünki, baxaq, tapaq mətndən onu. Səməd qəhqəhə çəkib güldü. Bu ki, sadəcə torpaq yığınıdır. Bu hissədə. Səməd qəhqəhə çəkib güldü. Bu ki, sadəcə torpaq yığınıdır. Orada nə bitki var, nə də cücərti. Niyə gülür? Çünki orada Leylanın dirik dediyi yerdə ancaq torpaq olduğunu görür. C variantı doğru variantdır. 11-ci sualımızla davam edək. Güclü yağış Leylada toxumlarla bağlı hansı düşüncəni formalaşdırdı? Baxaq, güclü yağışın yağdığı hissəyə baxaq.
Leyla yaman güclü yağış başladı, damcılar torpağı döyəcləyirdi. Leyla yaman narahat oldu. Toxumların zədələnəcəyini düşündü. Qaçıb bir neçə köhnə taxta parçası tapdı, toxumların üstünü örtdü ki, onları yağışdan qorusun. İndi buna uyğun cavab hansı variantdadır? A. Təbiət hadisələrinin bitkilərə fayda verdiyinə əmin oldu. Xeyr, əmin olsaydı qorunmazdı. B. Yağış yağanda toxumların daha sürətlə böyüyəcəyinə inandı. Xeyr. C. Toxumları təbiət hadisələrindən də qorumalı olduğunu düşündü. Bəli, burada toxumları qoruyurdu. D. Yağışdan sonra toxumları əkdiyi yeri tapmayacağından qorxdu. Xeyr. 12. Mətndə verilmiş o sakitcə durub yarpaqların xışıltısına qulaq asırdı cümləsi Leylanın duyğuları haqqında bizə hansı fikri formalaşdırır? Baxaq, o hissəni tapaq. Baxın. Baxın burada, həmin cümlə buradadır. Deyir ki, ancaq Leylanın daxilində əsəbdən əsər əlaməti qalmamışdı. O sakitcə oturub yarpaqların xışıltısına qulaq asırdı. Qəlbinə qəribə bir rahatlıq çökmüşdü. Bağda vaxt keçirməkdən zövq aldığını anlamağa başlamışdır. Buna uyğun cavab hansıdır? A variantı. Bu fəaliyyətdən və bağda olmaqdan zövq almağa başlamışdır. Doğru cavab A olur. 13-cü sualımızla davam edirik. Cücərtiləri görəndə Leyla nəyə anladı? Burada Leyla gözlərini açdı, torpaqdan balaca cücərtilər boylanırdı. Leyla sevincindən nə edəcəyini bilmədi. Deməli, toxumlar artıq kök salıb. Deməli, Leyla anlayır ki, cücərtilər görəndə toxumlar artıq kök salıb. A variantı. 14. Nənənin mətnin ən sonundakı görürsən, onların işi nə qədər çətindir fikri nəyi göstərir? Yəni, onların, yəni toxumların işi. İndi görək bunlardan hansı toxumlara aiddir? Leyla toxumlara qulluq edib yoruldu, xeyr, bu Leylaya aiddir. Torpaqda işləmənin çox çətin olduğunu, xeyr, bu Leyla və nənəyə aiddir. Ağac budaqlarının böyümə prosesini, xeyr, bu ağaclara aiddir. D. Toxumların cücərənə qədər keçdiyi inkişaf yolunu, bəli, bu toxumlara aiddir. 15. Hekayədə müəllif hansı əsas ideyanı çatdırmaq istəyir? İnkişaf üçün səbir və zəhmət lazımdır, eynən toxumlar kimi. Doğru cavab A variantı. 16-cı sualımıza baxaq. 16-cı sualımız açıq sualdır. Nənə toxumları səyyaha bənzədir. Mətndən bu bənzətməni əsaslandıran cümləni seçib yazın. Bu mətnin əsas hissəsində öz əksini tapıb. Gəlin, baxaq, görək hardadır. Burada. Onlardan ilkin köçüklər aşağıya, bəli, buradan başlayır. Onlar sanki yol axtarırlar. Bunu səyyahların səyahətinə bənzədə bilərsən. Bu iki cümlə həmin o fikrə aiddir. İndi yazırıq bura. Onlar sanki yol axtarırlar. Bunu səyyahların səyahətinə bənzədə bilərsən. Belə. Keçirik növbəti suallara. Növbəti suallar informativ mətn verilib, informativ mətnlə bağlıdır və biz bir-bir həmin sualları mətndən yenə əvvəlki qayda ilə tapacağıq. 17. Arılarda vızıltı səsi nəyin hesabına yaranır? Bir dəqiqə. Baxaq mətndə verilən cavabımıza.
Arılar hətta uçmadan da oturduğu yerdə də vızıldaya bilir. Vızıltının necə yaranması da maraqlıdır. Əvvəllər alimlər güman edirdilər ki, bu səs arının gövdəsində yerləşən çoxsaylı nəfəs dəliklərindən çıxır. Amma son araşdırmalar göstərir ki, vızıltının əsas mənbəyi qanadların hərəkətidir. Bu da hansı variantdadır? C variantında. Burada bir dənə sürətli sözü var. Bunu da buradan bilə bilərsiniz ki, həyəcanlanmış arı 1 saniyədə 500 dəfəyə qədər qanad çala bilir. Yəni, sürətli hərəkətdən yaranır vızıltı. Doğru cavab C. 18. Arıların rəqs dili nəyi bildirir? Arıların rəqs dili... Bir dəqiqə, mətni aşağı çəkim. Aha. Arıların ünsiyyətinin daha bir maraqlı forması isə rəqs dilidir. Kəşfiyyat aparan işçi arı qida mənbəyi tapdıqdan sonra pətəyə qayıdır və rəqs edir. Deməli, nəyi xəbər verir? Qida mənbəyini, qidanın yerini. B variantı doğru variantdır. 18, 19-cu sualımıza baxaq. Təhlükə bitdikdə arılar koloniya üzvlərini necə sakitləşdirir? Təhlükə sözünü tapırıq mətndən. Təhlükə. Burada. Təhlükə hiss etdikdə vızıltı güclənir. Təhlükə sovuşduqda, yəni bitdikdə isə dalğavari vızıltı eşidilir. Deməli, nədir? Təhlükənin sovuşduğunu, bitdiyini göstərən dalğavari vızıltı. D variantı doğrudur. 20. Arı koloniyasında ana arının vəzifəsi nədir? Baxırıq, ana arı sözünü tapırıq. Ana arı nəsil artırmaqla məşğul olur. Bu qədər sadə. D variantı doğrudur. 21. Hansı bölgə həm arılara, həm də termitlərə aiddir? Baxaq. Ana arıda nə var? Daha doğrusu arılar ailəsində nə var? Ana arı, işçi arılar və keşikçi arılar. Yazırıq. Ana, işçi, keşikçi. Bəs termitlərdə nə var? Termitlərdə isə var ana termit, işçi termit, əskər termit. Yenə burada da ana var, işçi var və əskər var. Deməli, burada eyni olan hansı oldu? Ana və işçi. Doğru cavab C variantı. 22-də mətnə əsasən haqqında danışılan bütün canlıların ortaq xüsusiyyəti hansıdır? Bunu biz mətnin sonunda da anlaya bilərik, mətnin ən başında da anlaya bilərik. Baxın, burada deyir ki, bir çox canlılar, məsələn, arılar, termitlər, delfinlər və başqaları birgə həyat tərzi sürürlər, yəni birlikdə yaşayırlar. Bu mətnin girişində olan məlumatdır. Bir də var mətnin sonunda olan məlumat. Beləliklə, canlıların ünsiyyət bacarığı onların kollektiv həyatının əsasını təşkil edir. Kollektiv, yəni birlikdə yaşamağın əsasını. Yəni, bu sualın cavabı birlikdə yaşamaqdır. Bütün bu üç heyvana aid olan ortaq xüsusiyyət birlikdə yaşamalardır. Səs vasitəsilə xəbər ötürmək sadəcə delfinlərə məxsusdur. Rəqs edərək məlumat vermək arılara, sonra hündür yuva qurmaq termitlərə, amma birlikdə yaşamaq hər üçünə aiddir. 23-cü sualımıza baxaq. Mətnə əsasən doğru fikirləri seçin. Termitlər qarışqalarla qohumdurlar. Xeyr. Termitlər ağ qarışqalara bənzədilsə də, baxın, onlara bəzən ağ qarışqalar deyilsə də, əslində termitlər tarakanlarla qohumdurlar. Ona görə 1 yanlışdır. 2. Arılar pəncələri ilə eşidirlər. Bəli, bu doğrudur. Baxın, eşitmək üçün isə onlar balaca pəncələrindən istifadə edirlər. Ona görə 2 doğru. 3. Arılar yalnız uçarkən vızıldayırlar. Xeyr, arılar hətta uçmadan oturduğu yerdə də vızıldaya bilir. Ona görə 3 də yanlışdır. 4. Delfinlər yardımsevər heyvandırlar. Bəli, bu doğrudur. Bunu da qaydım mətndən tam göstərim ki, aydın olsun. Burada delfinlər, baxın, burada qeyd edir ki, onlar balalarını qoruyur, xəstə və zəif üzvlərə kömək edirlər. Yəni, yardımsevərdirlər, köməksevərdirlər. Ona görə doğru olan, mətnə aid olan doğru fikirlər 2 və 4 B variantı olacaq. Doğru cavab B. 24. Aşağıdakılardan hansı delfinlərin ünsiyyət vasitələridir?
Baxaq delfinlərin ünsiyyət vasitələrinə. Oxuyaq. Delfinlər ünsiyyəti əsasən səs siqnalları və bədən hərəkətləri vasitəsilə baş verir. Delfinlərin ünsiyyəti. Onlar su altında müxtəlif səslər çıxarırlar. Bu səslərin hər birinin öz funksiyası var. Məsələn, fit səsləri bir-birini çağırmaq, xəbər ötürmək üçündür. Cırıltıya bənzər səsləri isə bu heyvanların sevinç, həyəcan kimi hisslərini, eləcə də təhlükə haqqında xəbərdarlıq mesajını ifadə edir. Bundan başqa delfinlər bədən dili, quyruq hərəkətləri və suda tullanmaqla dostluq, mehribanlıq kimi emosiyalarını ötürürlər. Yəni, delfinlərə aid olanlar fit səsi, cırıltı səsi və bədən dili. 1, 4, 5. Bu da A variantına uyğundur. A doğru cavabdır. Keçək 25-ci sualımıza. 25-ci sualda deyir ki, hansı sualların cavabı mətndə tapmaq mümkündür? Bir-bir sualları oxuyaq, cavab verməyə çalışaq. Arılar niyə sancırlar? Bunun cavabı yoxdur. Termitlərin yuvası hansı materialdan tikilir? Bunun da cavabı yoxdur. Hündürlük falan var, amma ki, material yoxdur. Delfin sürüsündə neçə delfin olur? Bəli, bunun cavabı var. Baxın, delfinlər sürü şəklində yaşayırlar. Hər sürüdə 20-30 fərd olur. Yəni, delfin olur. 20, bunun cavabı 20-30. Deyib, delfinlər cırıltı səsini necə çıxarırlar? Bu yoxdur. Nə üçün çıxardıqları var, amma necə çıxardıqları yoxdur. Doğru cavab C variantı. 26. Mətnə əsasən bunlardan hansı canlıların ünsiyyət vasitəsi deyil? Gəlin tapaq. A. Səs. Bu hansıdır? Delfinlərə aiddir. Mimika yoxdur mətndə. Toxunma termitlərə aiddir. Qoxu da termitlərə aiddir. Doğru cavab B variantı. B mətnə aid deyil. Ünsiyyət vasitəsi deyil mətndəki canlılarda. 27. Hansı fikir mətnin əsas ideyasını daha yaxşı göstərir? Canlıların həyat tərzini biləndə onlarla asan ünsiyyət qurmaq olur. Bu yanlışdır. Çünki biz buradakı canlıların həyat tərzini bildik, amma biz bunların heç biri ilə ünsiyyət qurmuruq. Ona görə bu fikir yanlışdır. B. Bütün canlıların ünsiyyət vasitəsi eynidir. Bu da yanlışdır. Burada 3 canlı verilib. Bunların üçünün də ünsiyyət vasitəsi fərqlidir. Qalmışdır ki, bütün canlıların. C. Ünsiyyət canlıların birgə yaşayışı üçün vacib şərtdir. Bəli, bu doğrudur. Baxın, burada deyir ki, sonda canlıların ünsiyyət bacarığı onların kollektiv həyatının əsasını təşkil edir. Yəni, vacib şərtdir. Ona görə doğru cavab C olacaq. D. Yalnız iri heyvanlar deyil, həşəratlar da ünsiyyət qura bilir. Bu da yanlışdır. Yəni, əslində doğrudur ha, sadəcə mətnə aid deyil. Çünki o zaman mətnə aid ola bilərdir ki, mətndə iri heyvanlardan bəhs olunardı, sonra həşəratlardan. Amma belə bir şey olmadı. Keçək növbəti 28-ci sualımıza. 28-ci sualda deyir ki, mətn haqqında hansı fikir doğrudur? Baxırıq. Mətn heyvanların keçirdiyi həyəcanlı nağıl dili ilə danışır. Xeyr, mətn informativ mətndir, məlumat xarakterli mətndir. Bizə heyvanların ünsiyyət dili, özləri haqqında məlumatlar verir. B. Mətndə terminlərdən çox istifadə edildiyi üçün anlamaq olmur. Bu da yanlışdır. C. Mətn canlıların görünüşünü təsvir etmək məqsədi daşıyır. Bu da yanlışdır. Ünsiyyətindən daha çox danışılır. D. Mətn məlumat xarakterlidir və nümunələrlə fikri aydınlaşdırır. Bu düzdür. Doğru cavab D-dir. 29. Müəllif mətnin sonunda beləliklə sözü ilə başlayan abzası nə məqsədlə vermişdir? Uşaqlar, ümumiyyətlə, hər bir informativ mətndə beləliklə sözü fikri ümumiləşdirmək üçün verilir. Yəni, burada heyvanlardan danışır, heyvanların ünsiyyətindən danışır və sonda bu danışdıqlarının hamısını ümumiləşdirmək üçün beləliklə sözündən istifadə edir. Yəni, bunu biz səhv etmirəmsə, ya 4 ya da 3-cü sinifdə dərslikdə başlıq kimi keçmişdik. Yadda saxla kimi. Bir növ qayda kimi keçmişdik ki, beləliklə sözündən nə üçün istifadə olunur? İndi burada hansı variant olacaq? Mətndə əsas fikri ümumiləşdirmək üçün doğru variantdır. Digər variantlara baxaq. Yeni bir canlı növü haqqında məlumat vermək üçün. Xeyr, bu abzasda yeni canlıdan danışılmır. C. Oxucunun diqqətini və marağını cəlb etmək üçün. Xeyr, bu sonda diqqəti marağı cəlb etmək üçün vermir. Diqqət marağı əvvəldən cəlb etmək lazımdır.
D. Heyvanlar haqqında daha çox fakt sadalamaq üçün xeyr. Daha çox faktı sadaladı, bitirdi və sonda burada axı elə çox fakt yoxdur yuxarıdakı qədər. Burada ümumiləşdirmə aparmaq üçün verilir. Doğru cavab A-dır. 30. Mətndə hansı heyvanların ünsiyyət vasitələri haqqında danışılır? Ən azı ikisini qeyd edin. Ən birinci arılardan danışıldı, sonra termitlərdən, sonra delfinlərdən. 3 heyvanın ünsiyyət vasitəsindən danışıldı. Keçək növbəti riyaziyyat suallarımıza. Riyaziyyat. 4-cü sinifin B variantının riyaziyyatları. 31. Baba 18 dəftəri və 24 qələmi bütün nəvələri arasında elə payladı ki, hərəyə eyni sayda qələm və eyni sayda dəftər düşsün. Babanın nəvələrinin sayı aşağıdakı ədədlərdən hansı ola bilər? Deməli, uşaqlar, biz burada nəyə diqqət edirik? Eyni sayda payladı deyirsə böləcəyik. Və qalıq söhbətin yoxdur, yəni qalıq qalmır. Bu 18 və 24 ədədlərini mən elə bir ədədə bölməliyəm ki, qalıq düşməsin, hər ikisi də bölünsün. Baxıram, 4, 18 4-ə bölünürmü? Xeyr, çıxıram. 6, 18 6-ya bölünürmü? Bəli, 3 qalır. 24 6-ya bölünürmü? Bəli, 4 qalır. Deməli, mənə lazım olan ədəd 6 olacaq. Doğru cavab B variantı. 32. Seymur anasına və bacısına Qadınlar Günü münasibəti ilə eyni növ güldən hazırlanmış gül dəstəsi aldı. O, bacısı üçün aldığı gül dəstəsinə 21 manat, bacısına 21 manat, anası üçün aldığı dəstəyə isə bundan 12 manat çox pul ödədi. Anaya 21 üstəgəl 12 bərabərdir 33 manat ödəyir. Bir gülün qiyməti 3 manatdır. Bir gül 3 manatdırsa, sonra deyir ki, Seymurun anası üçün aldığı gül dəstəsinə neçə manat, neçə ədəd gül var idi. Neçə ədəddirsə hamısına 33 verir. İndi biz də bu neçəsini aldığını tapmaq üçün 33-ü 3-ə böləcəyik, qalır 11 gül. Doğru cavab C variantı. Keçirik növbəti 33-cü sualımıza. 33-cü sualda deyir ki, sinifdəki şagirdləri həm hər birində 4 nəfər, həm də hər birində 6 nəfər olmaqla qruplara ayırmaq mümkündür. Aşağıdakılardan hansı sinifdəki şagirdlərin sayı ola bilər? Yəni, biz buradan elə bir ədəd seçməliyik ki, həm 4-ə qalıqsız bölünsün, həm də 6-ya. Baxıram, 30 4-ə bölünürmü? Xeyr, çıxıram. 32 4-ə bölünürmü? Bəli, 6-ya bölünürmü? Xeyr, bunu da çıxıram. 36 4-ə bölünürmü? Bəli, 6-ya bölünürmü? Bəli. Deməli, bizə lazım olan ədəd C variantı 36 olacaq. Keçirik 34-cü sualımıza. 34-cü sualda parkda eni 8 metr, uzunluğu 10 metr olan düzbucaqlı şəklində oyun sahəsinin ortasında şahmat oynamaq üçün kvadrat formalı meydança düzəldilmişdir. Oyun sahəsinin şahmat meydançasının kənarında qalan hissəsinə mərmər döşənmişdir. Neçə kvadrat metr sahəyə mərmər döşənmişdir. Deməli, uşaqlar, bu şahmat olan hissəyə döşənməyib mərmər. Bu şahmatı çıxırıq, şahmat hissəsinin kənarında qalan hissəyə döşənib mərmər. Bunu da tapmaq üçün ümumi sahəni tapırıq, sonra şahmat hissəsinin də sahəsini tapırıq və ümumi sahədən çıxırıq. Bunu da necə edirik? 8-i vururuq 10-a, 80 metr kvadratı, sonra 4-ü vururuq 4-ə, 16 metr kvadratı və 80-dən də 16-nı çıxırıq, qalır 64 metr kvadratı. Doğru cavab D variantı olacaq. Keçək növbəti 35-ci sualımıza. Bir torbada 10 qırmızı və 90 qara top var. Təsadüfi olaraq torbadan bir top çıxarılır. Çıxarılan top haqqında deyilən fikirlərdən hansı doğrudur? A. Çıxarılan top çox güman ki, qara rəngdədir. Bəli, bu doğrudur. Çox güman ki varsa, böyük ehtimal hansıdırsa onu götürəcəm. Digərlərinə də baxaq. Çıxarılan top çox güman ki, qırmızı rəngdə olacaq. Xeyr, bu çox güman ki deyil. Ehtimal var ki, qırmızı rəngdə olacaq. Çünki qara top qırmızıdan 9 dəfə çoxdur. Ona görə çox güman olan qaraya aid olacaq.
C. Çıxarılan topun qırmızı rəngdə olması mümkün deyil. Bu yanlışdır. Torbada qırmızı top varsa ehtimalı var. Mümkünsüz deyil. D. Çıxarılan top çətin ki, qara rəngdə olsun. Bu da yanlışdır. Qaranın sayı qırmızının sayından 9 dəfə çox olduğu üçün ona görə çətin olmur, asan olur. Doğru cavab A variantıdır. 36. Arif dayı yarmarkaya gətirdiyi fındığın yarısını birinci alıcıya. Gəlin bunu bu üsulla edək. Yarısını, burada fındıq var, bilmirəm nə qədərdir. Yarısını birinci alıcıya, yarı deyirsə bölürəm 2-yə. Sonra aldığı yerdə qalan fındığın 40-ını ikinci alıcıya satdı. Çıxıram 40. Və qaldı sonda 30 kiloqram. Deyir ki, Arif dayı yarmarkaya neçə kiloqram fındıq gətirmişdir. İndi bu tip misallarda əvvəli tapmaq üçün sondan əvvələ gedirik, amma işarələri tərsinə dəyişirik. Çıxdısa üstəgəl olacaq, böldüsə vur olacaq. İndi baxırıq. 30, üstəgəl 40, 70, 70-i də vururuq 2-yə, 140. İndi yerinə qoyub hesablasaq, 140-ı 2-yə bölərəm, 70 alınır, 70-dən 40 çıxaram, 30 alınır. Deməli, Arif dayının yarmarkaya gətirdiyi fındıq 140 kiloqram olacaq. Doğru cavab B variantı. 37. Təsvirə uyğun onluq kəsir göstərin. Onluq kəsir deyir, burada 2 dənə 100 tam var. Ona görə 2 tam, vergül, 2 tam, vergül. 100'dür, 100'ün də 44'ü rənglənib. Ona görə də 2 tam 100'də 44. Doğru cavab B variantı. Keçirik 38-ci sualımızın izahına. Dərzi bir don tikmək üçün 6 metr parça işlədir. Dona 6 metr. Bir şalvar tikmək üçün isə bundan 2 dəfə az parça lazım olur. 2 dəfə deyirsə ya vururam, ya bölürəm. Dəfə az deyirsə bölürəm. 6'nı bölürük 2'yə 3. İndi deyir ki 5 don tikib 5 şalvar. 6'nı vururam 5'ə 30. 3'ü vururam 5'ə 15. Bunları da toplayıram 45. Deməli nə qədər parça işlədir? C variantı 45 metr. 39 və 40-cı suallarımız eyni şərtə aiddir. Şərtə əsasən 39 və 40-cı sualları cavablandırın. Tarazlıqlı olan tərəzinin bir gözünə qarpız və armud, digər gözünə kütləsi eyni olan 3 ədəd çəki daşı qoyulmuşdur. Armud və qarpızın birlikdə kütləsi 2 kiloqram 100 qramdır. Bir çəki daşının kütləsi neçə qramdır? Deməli bu 2 kiloqram 100 qramdır, yəni 2100 qramdır. Və burada 3 dənə çəki daşı var. Ona görə 2100'ü böləcəm 3'ə. Qalacaq 700 qram. Doğru cavab D variantıdır. 40'da isə tarazlıqda olan tərəzinin bir gözünə qarpız, digər gözünə isə ananas və armud qoyuldu. Qarpızın ayrılıqda kütləsi 1 kiloqram 800 qramdır. Deməli, yuxarıda deyir ki, armud plus qarpız oldu 2 kiloqram 100 qram. İndi burada qarpızı verib ki, bu qarpız 1 kiloqram 800 qramdır. Buradan armudu tapa bilərəmmi? Armud isə bərabər olacaq 2 kiloqram 100 qram, yəni 2100 qramdan 1800 qramı çıxıram. Qalır yerdə 300 qram. İndi bu armudu verdi 300'ü. Qarpızı da verdi 1800'ü. Buradan ananası tapmalıyam. Ananası tapmaq üçün isə 1800'dən çıxacam 300'ü. İndi bunu misal olaraq bura necə yazacaqsınız? Bu hesablamaları apardıq. İndi misal olaraq yazmaq qaydasına da baxaq. Bir dəqiqə silim. Yazacaqsınız burada 2100 çıx 1800 bərabərdir 300. Sonra yazacaqsınız 1800 çıx 300 bərabərdir 1500 qram. Belə. 41-ci sualımızla davam edək. 41-ci sualda A, O, B və C nöqtələri bir düz xətt üzərində yerləşir. AB parçası mərkəzi O nöqtəsində olan çevrənin diametridir. Yəni, bura diametrdir. BC 7 cm olarsa, bura 7'dir.
Çevrənin radiusu 3 sm olarsa, yəni bura 3 olarsa, uzunluğu tapın. Əgər bura 3-dürsə, bura da 3 olacaq. Çünki radiusların uzunluğu bir-birinə bərabərdir. İndi mən buradan bura olan məsafəni tapmaq üçün 3 üstəgəl 3 üstəgəl 7 bərabərdir 13 sm. Doğru cavab A variantı. 42. İclas 14:50-də başladı, 1/4 saat davam etdi. İclas saat neçədə bitdi? Deməli, birinci 1/4 saatı tapıram, görüm neçə dəqiqədir. 1 saat 60 dəqiqədir. 60-ın 1/4-ni tapıram, edir 15 dəqiqə. Və 14:50-də başlayan iclas üstünə gəlirəm 15 dəqiqəni. 5, 6, 4, 1. İndi burada bir məsələ var. 65 dəqiqədə neçə saat, neçə dəqiqə var? 1 saat 5 dəqiqə. Ona görə bunu 0,5 kimi yazıram. Bu 60 dəqiqəni, yəni 1 saatı verirəm 14-ə. O da eləyir 15, 0,5. Yəni doğru cavab C variantı. Keçək 43-cü sualımıza. 43-cü sualı deyir ki, mağazaya hər birində A kiloqram olmaqla 4 yeşik alma və hər birində 5 kiloqram olmaqla 5 yeşik armud gətirildi. Yəni A vur 4 və B vur 5. Mağazaya gətirilən alma və armudun ümumilikdə kütləsini riyazi ifadə şəklində göstərin. Ümumilikdə deyirsə toplayacaq. İndi burada vuruqlar, burada belə ifadə verilməyib. Ona görə də biz vuruqların yerini dəyişə bilərik. Çünki vuruqların yerini dəyişəndə hasil dəyişmir. Bu nəyə bərabər olar? 4 vur A plus 5 vur B-yə. Bu da hansı variantdadır? B variantında. 44-də baxırıq. Birincidə 1 verib, ikincidə 4, üçüncüdə 9. Yəni 1-in kvadratı 1, 2-nin kvadratı 4, 3-ün kvadratı 9. Və burada mən 4-ün kvadratını tapacağım 16. Bunun bir başqa yolu. 1 üstəgəl 3, 4. 4 üstəgəl 5, 9. 9 üstəgəl, baxın tək-tək artır. Növbəti tək ədədim 7, 16. Və ya başqa bir yol. 1 üstəgəl 3, 4. 4 üstəgəl 3, üstə 2, 9. Görürsünüzmü? 3-ün yanında 2 artır indi. 9 üstə 3, üstə 4. Çünki 3 üstə 2-nin üstə 2. O da eləyir 16. Doğru cavab D variantı olacaq. Keçirik növbəti 44-cü 45-ci sualla davam edək. Səmaya xala sağdığı 12 litr südün yarısını 3 litrlik bankalara, digər yarısını isə 500 millik bankalara yığdı. Səmaya xalaya ümumilikdə neçə banka lazım oldu? 12 litrin yarısı 6 litr, yenə 6 litr. Bu 6 litri 3 litrlik bankalara yığıb. Neçə banka lazımdır? 2 banka. Bunu dairəyə alaq. Digər 6 litrin isə 500 millik qablara yığıb. 500 mil dediyi üçün bunu da milə çevirəcəm. Eləyəcək 6000 mil. 6000 mili bölürəm 500-ə. Bərabərdir 12. 12 banka. Deməli, yuxarıdakına 2-si, buna isə 12-si lazımdır. 12-nin də üstünə 2, 14 banka. Doğru cavab C variantı olacaq. Keçirik növbəti 46-cı sualımıza. Şəkildə verilmiş fiquru göstərilən xəttə görə simmetrik təsviri hansı variantda düzgün verilmişdir? Simmetrik təsvir deyirsə, biz kağızı simmetriya xəttinə nəzərən qatlayanda fiqurun bütün nöqtələri üst-üstə düşməlidir. İndi baxıram, A variantı ola bilməz, çünki fiqur əyri göstərilir. B ola bilməz, burada simmetriya xətti ilə fiqur arasında bir dama var, amma burada 2 dama var. C ola bilməz, fiqurun təpə nöqtələri arasında 2 dama olmalıdır, amma burada 3 dama verir. Doğru cavab D variantı olacaq. 47-ci sualımızla davam edək. Şəms bütün şəkərbura və paxlavaları 6 qaba düzdü. Yəni 6 dənə qab var. 1, 2, 3, 4, 5, 6. Hərəsində 2 şəkərbura var.
və 3 paxlava var hərəsində. İndi deyir ki, ümumilikdə neçə ədəd şirniyyat var? 6-nı vururam 2-yə 12, 6-nı vururam 3-ə 18. Ümumi 12 dənə burada şəkər bura var, 18 dənə paxlava var. Ümumi şirniyyatları soruşduğu üçün bunları toplayıram. 30 şirniyyat. C variantı doğrudur. 48. Mağazada 73 manatlıq alış-veriş edən müştəri 21 manatın nağd ödəniş etmişdir. Müştəri qalan məbləği kartla ödəmək istəyir. Onun kart hesabında ən azı neçə manat olmalıdır? 73-dən çıxıram 21-i, qalır 52 manat. Doğru cavab B variantı. Yəni 52-dən yuxarı nə qədər olsa olar. Bizdən də ən azı soruşduğu üçün ən az B variantı 52 manat olacaq. 49. Verilmiş bölmə əməlində A və B-nin yerinə hansı rəqəm yazılmalıdır? Baxıram bölmədə birinci A-nı 18-ə vurub 90 alıb. Hansı ədəd 18-ə vuranda 90 alınır? 5. Deməli A 5-dir. B-ni tapıram. İndi burada 37-ni 18-ə bölüb, 37-də 18 2 dəfə yerləşib. 2-ni 18-ə vuranda nə alınır? 36. Deməli B-nin yerinə düşdü 6. Doğru cavab A variantı. 50-ci suala baxırıq. Bağça 2 hissəyə ayrılmışdır. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra 15 bir dəqiqə. Aha. İkincidə isə hər sırada 11 ağac olmaqla 30 sıra var. İndi deyir bağda cəmi neçə ağac var? Birinci 24-ü 15-ə vurırıq. Sonra 11-i 30-a vururuz. 24-ü 15-ə vuranda alındı 360. 11-i 30-a vuranda alınır 330. Və bunları cəmi deyəndə toplayırıq 690 ağac olacaq. Doğru cavab C variantı. Keçirik 51-ci sualımızla davam edirik. Əli aldığı kitabları 5 rəfə hər birində bərabər sayda olmaqla yığdı. Hər rəfdə 7 kitab oldu. Əli cəmi neçə kitab almışdır? Məsələni həlli üçün uyğun tənliyi yazın. Deməli, Əlinin aldığı kitabları bilmirəm, ona görə X-la işarələyirəm. 5 rəfə hər birində bərabər sayda olmaqla yığdığı üçün bölməliyəm 5-ə, bərabər sayda deyir. Oldu, 7 kitab oldu deyirsə, olduğu üçün bərabər qoyub 7 yazıram. Bu da hansı variantdadır? A variantında. 52-ni hesablayırıq. 5,6-dan çıxıram 2,3-ü. 3, 3. 3,3-dən 3-ün də üstünə 1,2 gəlirəm. O da edir 4,5. Doğru cavab D variantı. 53-cü sualımıza baxaq. 53-cü sualda fiqurun sahəsini tapmaq tələb olunur. Bu tip tapşırıqlarda fiqurun sahəsini, ümumi fiqurun sahəsini tapmaq üçün burada verilən fiquru hissələrə ayırırıq və onları ayrı-ayrılıqda sahəsini tapıb sonra toplayırıq. İndi böyük düzbucaqlığın sahəsini tapmaq üçün 4-ü 7-yə vuracam. Bu 10 ümumidir. Ona görə bizə lazım deyil. 4-ü vururam 7-yə, edir 28. Sonra bu kvadratın sahəsini tapıram. 3-ü 3-ə vururam. Bərabərdir 9. Və ümumi fiqurun sahəsini tapmaq üçün bunları toplayıram. 28-in üstə 9, 37. Doğru cavab C variantı. C yoxu, üzr istəyirəm. D variantı. Bir dəqiqə. Aha, doğru cavab D variantı olacaq. 53-də. Keçirik növbəti 54-cü sualımıza. Fiqurlar qrupuna üstdən baxdıqda görünən üçlük variantlardan hansıdır? Baxıram fiqura. Burada dairə var. Burada düzbucaqlı var. Burada isə üçbucaq var. Dairə, düzbucaqlı, üçbucaq D variantında. Keçirik 55-ci suala. Dairə şəkildəki piroqu bərabər dilimləyərək hərəsinə bir dilim olmaqla bir neçə uşaq arasında böldülər. Bir uşağa düşən dilimin uyğun bucağının ölçüsü 60 dərəcə oldu. Piroq neçə uşaq arasında bölüşdürüldü. Deməli, dairə və dərəcə söhbəti varsa 360-ı dəqiq gözümüzün önündə gətiririk.
və bir dənəsinin dərəcə ölçüsü 60-dır. Mən fikirləşirəm ki, 360-ın içində neçə 60 var? 360-ı bölürük 60-a. Qalır 6. Deməli, 6 dənə uşağa bölüb. Doğru cavab C variantı. 56 və 57-ci suallarımıza baxaq. Eyni şərtə aiddir. İdman meydançasının oyun zonası uzunluğu 90 metr, eni 45 metr olan düzbucaqlı formasındadır. Oyun zonasının sahəsini tapın. 45-i vururam 90-a, olur nə? 0, 5 və 40. 40.050 kvadrat metr. Doğru cavab A variantı. Keçik növbəti sualımıza. Yarışdan əvvəl meydançanın oyun zonasının kənarları ağ boya ilə yenidən xətlənməlidir. Bir qap ağ boya 50 metr uzunluğunda xət çəkmək mümkündürsə, bütün oyun zonasının kənarlarını bir qat xətləmək üçün ən azı neçə qap boya alınmalıdır. Baxın, elə bilin ki, bu oyun meydançasıdır. Bunu 45, 90, burada 90, burada 45. İndi bunu mən bu cür tam formada hər tərəfini xətləməliyəm. Mənim bir qabda 50 metrə çatan boya var. 50 metr. Yəni, bunun bütün tərəflərini mən boyayıramsa, deməli, perimetrini tapmalıyam. Perimetri tapıram. 2 vur, 45, üstə gəl 90. Niyə? Çünki 2 dənə 45 var, 2 dənə 90. Bərabərdir. 2-ni vururam 135-ə, o da bərabərdir 270. İndi mən tapıram, görüm 270-in içində neçə dənə 50 metrə çatan boya var. 270-i bölürəm 50-yə. Bərabərdir 5 qalıq 2. Deməli, mənə 5 qab lazımdır ki, bu 270-in 250 metrini boyayım. Burada qalan 20 metri üçün isə mənə əlavə bir qab boya da lazımdır ki, 20 metrə çatan hissəni boyayım. Qabın da içində 30 metrə yetdik boya qalır, o da qalsın da. Mənə lazımdır ki, bu sahəni tam xətləyim, boyayım. Ona görə də bunu açıq şəkildə belə yazacağıq. Bir dəqiqə. Yazacaqsınız. Birinci perimetri tapacaqsınız. 2 vur 45, üstə gəl 90, bərabərdir 2 vur 135, o da bərabərdir 270. Sonra 270-i böləcəksiniz 50-yə. Düşəcək 5, qalıq 2. Və aşağıdan da yazacaqsınız 5 plus 1 bərabərdir 6 qab. İndi baxırıq 58-ci suala. Ayanın əlində 10 ədəd aşıq var. O bütün aşıqlardan istifadə edərək abaq üzərində rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədəd düzəltdi. Bir şərtləri yazaq. 10 aşıq. Rəqəmləri müxtəlif. Sonra 4 rəqəmli. Özdə ən böyük. Yəni, mənim seçəcəyim ədəd bu 4 şərti ödəməlidir. İndi baxıram, ən böyük deyirsə, ən böyükdən başlayıram. 9, 1, 0, 0 ola bilməz, çünki 0, 0 eynidir. İkinci şərt pozuldu. 8, 2, 0, 0 ola bilməz, yenə ikinci şərt pozulur. 8, 1, 1, 0 ola bilməz. Yenə ikinci şərt pozulur. 7, 2, 1, 0. Bəli, olar. Bunda artıq bütün şərtlər tam ödənir. 7210. Doğru cavabımız olacaq. 59-cu suala baxırıq. 59-cu sualda kuboid formalı akvariumun ölçüləri 30, 10 və 40 santimetrdir. Akvariumun 4də 3 hissəsi su ilə doludur. Akvarium neçə kub santimetr su var akvariumda? Kub santimetr deyirsə həcmi tapacam. V bərabərdir 30 vur 10 vur 40. O da bərabərdir 12.000 kub santimetr kubu.
İndi mənə deyir ki, bu akvariumun özü 12.000 kub santimetr su tutur. Amma deyir bunun 4/3'ü doludur. Mən də ona görə 12.000'in 4/3'ünü tapıram. Böləcəm 4'ə, vuracam 3'ə, bərabərdir 3.000'i vururam 3'ə, o da eləyir 9.000. Deməli, akvariumda nə qədər su var? 9.000 santimetr kubu və yaxud da kub santimetr. Sonuncu 60-cı sualımıza da baxaq. Diaqramda fevral ayında su, işıq, su, qaz üçün xərclərin payı göstərilmişdir. Ümumi məbləğ 56 manatdır. Ümumi xərc, qaza xərclənən pul, işığa xərclənən puldan neçə manat çoxdur? Birinci yazıram işıq, su, qaz. Hamısı bir yerdə 56 manatdır. 56. İndi işığa baxıram. 7'də 2. 56'nın 7'də 2'sini tapacağım. 56'nı böləcəm 7'yə, vuracam 2'yə. Bərabərdir 8 vur 2, o da bərabərdir 16 manat. Sonra suyu tapmaq üçün 7'də 1'ini tapacağım. 56'nı böləcəm 7'yə, vuracam 1'ə, o da eləyir 8 vur 1, bərabərdir 8 manat. Və qazı tapmaq üçün 7'də 4'ünü tapacağım. 56'nı böləcəm 7'yə, vuracam 4'ə, o da eləyəcək 32 manat. İndi məndən qaz xərclərindən, qaza xərclənən puldan işığa xərclənən pulun neçə manat çox olduğunu soruşur. Neçə manat çox deyirsə çıxacam. Neçə manat az deyirsə də çıxacam. Çünki ortadakı fərqi tapmaq üçün çıxırıq. İndi qaz nə qədər oldu? 32, işıq nə qədər oldu? 16. 32'dən də çıxıram 16'nı, qalır 16 manat. Doğru cavab 16 manat olacaq. Bu qədər hələlik.